Əziz abituriyentlər, universitet seçimi sadəcə diplom seçimi deyil. Bu, gələcəkdə hansı sahədə işləyəcəyinizə, hansı bilik və bacarıqlara sahib olacağınıza və özünüzü hansı mühitdə inkişaf etdirəcəyinizlə bağlı verilən qərardır. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası əmək və sosial münasibətlər sahəsində ixtisaslaşmış, özünə məxsus ənənələri olan ali təhsil müəssisəsidir. Bəs niyə AESMA? Çünki biz tələbələrin yalnız nəzəri bilik əldə etməsini deyil, eyni zamanda müasir əmək bazarının tələblərinə hazır olmasını istəyirik. Akademiyada maliyyə, mühasibat, marketinq, iqtisadiyyat, dövlət və bələdiyyə idarə etməsi, sosial iş kimi müxtəlif istiqamətlərdə təhsil almaq imkanımız var. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında tələbələrin təhsil və inkişaf prosesini dəstəkləyən müasir maddi-texniki baza formalaşdırılır. Universitet həyatı yalnız dərslərdən və auditoriyadan ibarət deyil. Tələbəlik illəri həm özünü tanımaq, yeni insanlarla tanış olmaq, komanda ilə işləməyi öyrənmək və müxtəlif layihələrdə iştirak etmək dövrüdür. Bu baxımdan AHİK Könüllüləri layihəsi siz tələbələr üçün xüsusi imkanlar yaradır. Könüllülük fəaliyyəti vasitəsilə siz həm sosial və ictimai layihələrdə iştirak edə, həm yeni təcrübələr qazana, həm də gələcək karyeranız üçün vacib olan ünsiyyət, komanda işi və təşkilatçılıq bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. Əgər məqsədiniz əmək bazarının tələblərinə uyğun biliklər əldə etmək və özünüzü inkişaf etdirmək, tələbəlik illərini daha aktiv və faydalı keçirmək, eyni zamanda gələcəyə daha hazırlıqlı addımlamaqdırsa, sizi Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında görməkdən məmnun olarıq. Unutmayın, ixtisas seçiminin qeydiyyatının son tarixi 19 avqustdur. Bəlkə də sizin uğur hekayənizin başlanğıcı elə buradadır. Seçiminiz gələcəyiniz olsun. Seçiminiz AESMA olsun.